Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bugün Edvento.net saytı üzərində başqa bir fəaliyyət tipinin necə yaradılması ilə tanış oluruq. Bu fəaliyyət tipimiz Unscramble adlanır. Unscramble əslində məntiq olaraq bir cümlə verilir. Həmin cümlənin içində sözlərin yeri dəyişdirilmiş olur və şagird o yerləri, o sözləri sürüşdürüb öz yerlərinə qoymağa çalışır. Belə bir fəaliyyət növüdür və bunu bir cümlə ilə yox, bir neçə cümlə ilə eyni vaxtda eləmək mümkündür. Gəlin baxaq görək bu fəaliyyət növü necə işləyir. İlk öncə fəaliyyət kartının arxa tərəfindəki Create Game düyməsini vuraraq fəaliyyəti yarada bilərsiniz. Burada fəaliyyətə ad verirsiniz və fəaliyyətin hər kəs tərəfindən görünməməyini istəyirsinizsə, bu zaman bu düyməni söndürürsünüz. Görünməyini istəyirsinizsə də bu düyməni yanlı saxlayırsınız. Mən təbii ki, bu tapşırığı videodan əvvəl hazırlamışam. Ona görə də bu hissəni keçmək istəyirəm. Amma strukturu görmək üçün hər halda bunu bir yaradaq. Test Game deyək və hər kəsə bağlayaq bunu, olmasın. Create Activity. Oyun açıldığı zaman burada sizə cümləni yazmaq üçün yer verilir və burada isə yaratdığınız cümlələr yığılacaq. Yuxarı hissədən yenə də digər oyunlarda olduğu kimi funksiyaları istifadə edə bilərsiniz. Təbii ki, mən bunu dediyim kimi yaratmışam. Ona görə də bunu buradan bağlayıb digər öz yaratdığım fəaliyyətə keçirəm. 5 cümləni hal-hazırda əlavə eləmişəm. Sistemə yeni cümlə əlavə eləmək üçün də Add Sentence bölməsindən, məsələn, yeni bir cümlə I go to school every day deyə bir cümlə əlavə edirəm və bunu da save sentence deyib əlavə edirəm. Yaratdığım cümlələri dəyişdirmək üçün isə sadəcə olaraq üzərindəki qələm işarəsini vurmaq istəyirəm, vura bilərəm və burada bir önəmli məsələ var. Əgər siz duyğu işarələrini də şagirdin seçməyini istəyirsinizsə, bu zaman belə eləyə bilərsiniz. Məsələn, sözlər arasında boşluq var. Bizim sistem boşluğa görə təyin eləyir ki, hardan sözləri bir-birindən ayırmalıdır. Əgər siz vergül işarəsinin də ayrılmağını istəyirsinizsə, bu şəkildə bunu belə ayırıb, yəni vergülün önünə və arxasına boşluq qoyaraq update edə bilərsiniz və bu zaman artıq vergül bir duyğu işarəsi kimi ayrılır. Məsələn, eyni şeyi gəlin istəyirsiniz burada da eləyək, redaktə eləyək bunu və move-dan sonraki vergül işarəsini ayıraq, artıq vergül işarəsi ayrıca bir, belə deyək də, fraqment olur. Onu da digərləri kimi sola sağa idarə eləmək mümkün olacaq. Bu eyni şeyi burada da eləyək və eyni şeyi özün arxasında da burada da eləyək və update vuraq. Başqa bir yerdə də eləyə bilərsiniz. Təbii ki, mən vaxtınızı almaq istəmirəm. Save deyək tapşırığı və gələk bura. Bu mənim test game, bu bayaq yaratdığım idi. Bunu bir delete eləyək, sildik. Unscrambled sentence dediyimiz tapşırıq və bunu launch eləyək. İlk öncə fikir versinizsə, verdiyim cümlələrdən biri çıxır qarşıma. Burada ilk öncə year nöqtə iləndir. Bu sonda qoyulmalıdır və digərlərini də tapırsınız. Məsələn, mən bu qədər vaxt itirmək istəmirəm. Əsas burada göstərmək istədiyim bu idi. Baxın, fikir verirsinizmi? Biz vergülü ayırmışdıq deyə, vergül artıq ayrılıb, yəni digər sözlərdən ayrıdır. Vergülü də sağa sola aparıb gətirə bilirsiniz və bu şəkildə sözlərin yerini dəyişərək cümləni qurmağa çalışır şagird. Təbii ki, mən bunların hamısı ilə vaxt itirmək istəmirəm. Tapşırığımız hardadır? Tapşırığımız hər kəsə açıq qoyduğum üçün gəlir düşür library bölməsinə. Əgər siz də sayta daxil olub library bölməsindən Unscrambled sentence yazaraq axtarsanız və ya elə buradan axtarıb tapşırığı tapsanız, siz özünüz də tapşırığın hazır versiyasını sınaqdan keçirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər deyirəm. Hələlik.